PMS 2 imtahanı bildiyiniz kimi 2 imtahandan ibarətdir. Yəni PMS 1-dəki kimi 3 imtahandan ibarət deyil. PMS 2 imtahandan ibarətdir. KOS və MHBS birlikdə gedir və ictimai sektor ayrıca, yəni iki dövlət və özəl ayrıca olur. Və hal-hazırda qarşınızda gördüyünüz KOS və MHBS-nin imtahan strukturudur. Yəni imtahan nələrdən ibarətdir və hansı fənlərdən hansı suallar düşür. Öncə KOS və MHB-sinin imtahan strukturu vergi qanvericiliyi 74 bal verir. Onun 15-i testi, yəni ABCD cavabı var. 5 dənəsi isə açıq sualdır. Hansı ki, açıq sualın mövzularını deyim. Ən çox sual yaradan, ən çox soruşulan hallardan biridir. Açıq sualın mövzusu mənfəət vergisi, hansı ki, bu gün baxacağıq. Daha sonra əlavə dəyər vergisi, sadələşdirilmiş vergi və iki sual fiziki şəxsin gəlir vergisindəndir ki, bu iki sualın biri muzlu işlərdə əldə edilən gəlirlərdəndir. Digər sual isə sahibkarlıq və qeyri-sahibkarlıq qarışıq düşür. Yəni bunların cəmi biri 10 bal verir və cəmi 50 bal siz açıq sualdan götürürsünüz. Qalan 15 dənə test isə sizdə 24 bal verir. Onların bəziləri 1 ballıqdır, bəziləri isə 2 ballıqdır. Burada görə bilərsiniz 9 sual 2 bal verir, 30 sual isə 1 bal verir. Əmək qanvericiliyində isə 6 bal verir, hansı ki 5 gəlin belə eləyək, mən belə alınmayacaq. Səsləri bağlayıram. Çünki nə desək də necə deyil. Tamam. Deməli, əmək qanvericiliyi 6 bal verir, hansı ki 5 dənə testdir. 4-ü 1 ballıqdır, 1-i 2 ballıqdır. Mülki qanvericiliyi 20 bal verir, hansı ki 10 dənəsi 1 baldır, 5 dənəsi isə 2 baldır. Bu KOS və MHBS-nin imtahan strukturudur, yəni hansı fənlərdən nələr düşür. Syllabus mənim qrupumda vardı, oradan götürüb hazırlaşa bilərsiniz. Syllabus dedikdə nəyə nəzərdə tutur? Hansı fəndən, hansı maddələrdən sual düşür. Yəni orada bunu açıq şəkildə görə bilərsiniz. Tapa bilməsəniz də vebinardan sonra mənə xatırladım. Mən pinləmişəm əslində. Bütün faydalı məlumatlar pinlərdə var. Orada görə bilərsiniz. Gəlsək digər imtahan strukturuna ictimai sektora. Əgər dövlətə hazırlaşanlar varsa, hal-hazırda ekranda gördüyünüz ictimai sektorun imtahan strukturudur. Vergi yenə də 74 bal verir. Sual yaranar ki, bəs bayaqki özəllə fərqi nədir? Özəllə fərqi bir ədəd sadələşdirilmiş 10 ballıq sualın yerinə sizdə imtahanda bir dənə də fiziki şəxs sualı düşəcəkdir. Həmin fiziki şəxs sualı da adətən muzlu və qeyri-sahibkarlıq qarışıq olur. Deməli, bir muzludan 3 sual düşür ictimai sektora. Biri muzlu sualdır, biri sahibkarlıq, qeyri-sahibkarlıq, biri muzlu və qeyri-sahibkarlıq sualıdır. Yəni tək fərqi budur. Bir də bəli, testlərdə də müəyyən fərqlər var. Məsəl üçün yol vergisi, mədən vergisi səhv eləmirəmsə ictimai sektora düşmür. Sizdə syllabusda var. Syllabusda o fərqləri özünüzdə görə bilərsiniz. Büdcə qanvericiliyi 14 bal verir. Bayaqlar mülki qanvericiliyi 20 bal verirdi. Burada artıq mülki qanvericiliyi 6 bal verir. Onun yerinə büdcə qanvericiliyi 14 bal verir. Əmək qanvericiliyi də 6 bal verir. KOSda da belədir, özəldə də, dövlətdə də eynidir. Bundan əlavə olaraq bəzən sual verirlər ki, mən tək vergiyə hazırlarsam keçə bilərəmmi? Bu sual keçə bilərsiniz, çünki özünüz də görürsünüz ki, 74 bal vergi verir. Digərlərindən düşən sualları bəzən məntiqi olaraq da cavablandırmaq olur. Əgər praktikanız, təcrübəniz varsa, bəzi sualları oxumadan da cevablaya biləcəksiniz. Yəni vergiyə mükəmməl hazırlaşın. Verginin 10 ballıq suallarına mükəmməl hazırlaşsanız, onsuz da keçmiş olursunuz. Yəni ehtimal nəzəriyyəsi əsasən bir-iki testi təxmini olaraq yazsanız belə, bilmədən yazsanız belə, onlardan müəyyən hissəsi çox güman ki, düz çıxacaqdır. Ona görə orada sizi imtahandan keçirəcək əsas amil 10 ballıq sualları yaxşı yazmaqdır. 10 ballıq sualları da yaxşı yazmağın müəyyən, belə deyim, metodologiyası var. Müəyyən hissəsi nəzəri biliyə əsaslanırsa, müəyyən hissəsi də struktur biliyinə əsaslanır. Yəni siz imtahan strukturunu yaxşı bilməlisiniz ki, o 10 ballıq sualı tam şəkildə yaza biləsiniz. Bugünkü vebinarda biz mənfəət vergisinin 10 ballığın strukturuna baxacağıq. Bir ədəd 10 ballıq sual üzərində sxem kimi seçmişəm o sualı. O sual üzərində biz 10 ballığın strukturuna nəzər yetirəcəyik. Gəlin
Vaxt itirmədən başlayaq artıq sualın izahına. Həftə sonunda istəmirəm çox vaxtınızı alım. Deməli, 10 balın strukturunu ümumi göstərim. Ümumi cavab kartı bu formatdadır. Birinci ümumi gəlirlər haqqında məlumat verirsiniz. Daha sonra ümumi gəlirləri azaldan amillər, ümumi gəlirdən çıxılmaları bu xanada yazırsınız. Ümumi gəlirdən çıxılmalar xərclər deyil. Ümumi gəlirdən çıxılmalar nə ola bilər? Məcəllənin 106-cı maddəsini oxumusunuzsa, 106-cı maddədə gəlirə və yaxud da mənfəətə tətbiq olunan güzəştlər var. Siz 106-cı maddəni oxuyanda diqqətlə baxmalısınız ki, güzəşt nəyə verilir? Məsəl üçün, dövlət büdcəsinə olan vergi borcunun bağışlanmasına əldə edilən gəlir azaddır. Baxın, gəlir azaddır, mənfəət yox. Məsəl üçün, mikro sahibkarda 106-cı maddəni oxuyanda görürsünüz ki, deyir ki, mikro sahibkarın mənfəəti azaddır. Ona görə 106-cı maddəni oxuyanda diqqətlə baxın ki, güzəşti nəyə tətbiq edirsiniz? Gəlirəmi yoxsa mənfəətəmi? Gəlirə tətbiq olunan güzəştlər bu hissədə qeyd olunur. Mənfəətə tətbiq olunan güzəştlər bu hissədə qeyd olunur. Deməli, gəlirə tətbiq olunan güzəştlər burada qeyd olunur. Ümumi gəlirdən çıxılmalarda mənfəətə tətbiq olunan güzəştlər burada qeyd olunur. Yəni, məsəl üçün, mikro sahibkar güzəşti dedikdə siz burada tətbiq edəcəksiniz. Yəni, gətirib mikro sahibkarı burada tətbiq edə bilmərsiniz. Ə, Başqa burada nələr əks oluna bilər? Praktikada mənfəət vergisi bəyannaməsi yığanlar bunu əzbər bilir. Məsəl üçün, rezident müəssisədən əldə edilən dividend gəliri. Əgər müəssisə, məsələdə verilən müəssisə rezident müəssisədirsə, daha doğrusu onsuz da həmişə rezident müəssisə düşür. Rezident müəssisədən dividend gəliri əldə edirsə, siz onu məlumat xarakterli ümumi gəlirlərdə yazırsınız. Daha sonra həmin gəliri ümumi gəlirdən çıxılmalarda yazaraq həmin gəliri azaldırsınız. Mahiyyət nədir? Bildiyiniz kimi ölkədə rezidentdən əldə edilən dividend gəlirindən ödəmə mənbəyində vergi tutulur. Yəni, bu məsələdə göstərilən müəssisə hansısa bir rezident müəssisədən dividend gəliri əldə edəcəksə, siz onu ümumi gəlirlərdə məlumat xarakterli yazacaqsınız. Hansı ki, mənfəət vergisi bəyannaməsini yığmısınızsa, orada görürsünüz ki, dividend gəlirləri sətri var və deyir ki, rezidentdən əldə edilən və qeyri-rezidentdən əldə edilən. Rezidentdən əldə edilən dividend gəlirini siz məlumat xarakterli bəyan edirsiniz. Sizdə sual yaranar ki, bəs axı ondan deyirdi ki, ÖMV tutulur. Bəs bu müəssisə onu bəyan edəndə, onda bir dəfə 5% tutulacaq, bir dəfə də 20% vergi ödəyəcək. Bu da 2 qat vergi tutmaya gətirib çıxaracaq. Sırf buna görə rezidentdən əldə edilən dividend gəlirini siz bəli, ümumi gəlirlərdə bəyan edirsiniz. Amma daha sonra ümumi gəlirlərdən çıxılmalar hissəsində həmin rezidentdən əldə edilən dividend gəlirini azaldırsınız. Və nəticə etibarilə mahiyyət nədir burada? Mahiyyət sadəcə dövlət buna nəzarət eləsin ki, bu müəssisənin dividend gəliri var. Çünki qarşı tərəf ÖMV tutmalı. Bəlkə qarşı tərəf ÖMV tutmayıbdır. Burada nəzarət eləməli ki, o dividenddən vergi tutulubmu yoxsa yox. Ona görə bu müəssisə sadəcə məlumat xarakterli öz sotunda əks etdirir ki, bəli, mənim bu dividend gəlirim var. Amma müəssisə olaraq ondan ikinci dəfə vergi ödəmir. Plus minus eləyir. Məsəl üçün 1000 manat dividend gəliri olubsa 1000 manat plus 1000 manat minus eləyir. Belə bir dividend gəliri məsələdə düşərsə sizdə diqqətli olmalı məqam odur ki, məsələdə net verilə bilər. Net verilsə, qros məbləği ümumi gəlirlərdə yazıb, daha sonra həmin qros məbləği yenidən azaldırsınız. Yəni net verilərsə, ÖMV daxil ümumi gəlirlərdə yazırsınız. Daha sonra həmin məbləği aşağıda azaldırsınız, ÖMV daxil. Yəni net məbləği ümumi gəlirlərdə yazsanız, bal itirmiş olacaqsınız. Orada net deyil, qros məbləği yazmalısınız. Davam eləyək. Daha sonra bu sətirdə nələr yazıla bilər? Mənfi məzənnə fərqi. Bildiyiniz kimi praktikada mənfəət vergisi bəyannaməsi yığmısınızsa, bunu görmüsünüz. Müsbət məzənnə fərqi bəli, gəlirdə yazılır. Mənfi məzənnə fərqi xərcdə yazılmır. Gəlirdən çıxılmalar, gəlirlər hissəsində, mənfəət vergisi bəyannaməsinin gəlirlər hissəsində ümumi gəlirlərdən sonra gəlirləri azaldan amil kimi mənfi məzənnə fərqi deyə bir sətir var. İmtahanı da maksimum praktikaya uyğunlaşdırmağa çalışılır deyə siz mənfi məzənnə fərqi imtahanda düşsə, onu gətirib xərclərdə yazsanız, cavab yəni yanlış sayılacaqdır. Onu ümumi gəlirlərdən çıxılmalarda yazmalısınız. Bundan başqa ümumi gəlirlərin çıxılmalarda 106-cı maddədə gəlirə tətbiq olunan güzəştlər.
bu sətirdə yazılır. Onlar da çoxdur. Oxuyun. İmtahana kimi ki, hansı güzəştlər gəlir, hansı güzəştlər mənfəətə tətbiq olunur. Ə, Bu qədər. Növbəti isə çıxılmalardan sonra vergiyə cəlb olunan gəlir. Ümumi gəlir 640 min olmağı o demək deyil ki, mən vergini 640 mindən ödəyirəm. Bayaq dediyim amilləri də nəzərə alandan sonra yerdə qalan hissəyə mən vergini ödəməliyəm. Yerdə qalan hissədən də xərcləri çıxıb vergini ödəməliyəm. Bəzən tələbələr xərcləri gətirib ümumi gəlirdən çıxılmalarda yazır. Ümumi gəlirdən çıxılmalarının mahiyyəti vergiyə cəlb olunan gəliri tapmaqdır. Yəni gəliri azaldan amilləri çıxıb, hansı gəlirdən 20% ödəməliyik, onu tapmaqdır. Yəni xərcləri siz bu xanada tətbiq edirsiniz. Hesabat ilinin mənfəəti xanasında tətbiq edirsiniz. Deməli, ə, bu hissə isə sizdə xərclər haqqında məlumat verir və həmin xərclərin cəmi isə gəlirdən çıxılan xərclər sətrində yazılır. Adətən gəlirdən çıxan xərclər sətrinə imtahanda bal verilmir. Verilə də bilər, verilməyə də bilər. Adətən bal verilmir. Çünki aşağıdakıların cəmindən ibarət olur. Xərclər sətrində də bunu yadda saxlayın. Hal-hazırda gördükləriniz 99% hər dəfə verilir. Yəni mal material xərci, amortisasiya xərci. Amma elə imtahan ola bilər ki, ayrı bir xərc sətri də görə bilərsiniz. Məsəl üçün olsun ezamiyə xərci. Hansı ki, məcəllədə xüsusi xərcə yanaşan maddələr var ki, məsəl üçün, ezamiyyədə norma var və yaxud da amortisasiyanın xüsusi hesablama qaydası var və yaxud da xaricdən borc götürəndə faizə xüsusi yanaşma var. Yəni, bu tipli xərclərin adətən öz sətri olur. Əgər məsələdə oxuyub analiz edirsinizsə ki, filan xərcdir, baxın, başlığı varsa öz başlığında yazın. Yəni, öz sətri varsa öz sətrində yazırsınız. Yox, əgər məsələn əmək haqqı xərci tapmışam, bilirəm ki, gəlirdən çıxan xərcdir. Görürəm ki, cavab kartında əmək haqqı xərci yoxdur. Əmək haqqı xərci yoxsa harda yazacaqsınız? Digər xərclər. Digər xərclər sətrini siz praktikada mənfəət vergisi bəyannaməsi yığılandakı digər xərclərlə qarışdırmayın. İmtahanda olan digər xərclər sətrinin mahiyyəti sizin 10 ballıq sualda verilib də öz sətri olmayan gəlirdən çıxılan xərcləri digər xərclərdə yazırsınız. Məsələn, imtahanda veriləcək reklam xərci. Reklam xərci normalda bizdə bəyannamədə öz sətri var. Sizdə cavab kartında reklam xərci sətri başlıq olaraq görsəniz, təbii ki, ora yazın. Amma yoxdursa, digər xərclərdə yazmalısınız. Və yaxud da əmək haqqı xərci, və yaxud da ola bilər, nə bilim, komissiya xərci, bank xidməti xərci və s. Yəni, bu tipli xərclərin adətən öz sətri olmur, yoxdursa, digər xərclərdə yazırsınız. Bu digər xərclər sətrini praktikadakı, hesabatdakı digər xərclər sətri ilə qarışdırmayın. Bu da sizə xərclərlə bağlı. Bunlara yanaşmanı, hesablamanı onsuz da sualı izah edəndə izah edəcəm. Hər iki məqsəd, mahiyyəti, strukturu izah eləməkdir ki, nəyi hara yazırsınız, necə yazırsınız. Hesabat ilinin mənfəəti xanası. Hesabat ilinin mənfəəti xanasında bu sətirdə nə yazmısınızsa, həmin rəqəmlə bu sətirdə yazdığınız rəqəmi çıxırsınız. Yəni, vergiyə cəlb olunan gəlirdən çıxılan xərci çıxanda sizdə hesabat ilinin mənfəəti alınır. Bəzən tələbələr ümumi gəlirdən xərci çıxırlar. Ümumi gəlirdən xərci çıxa bilmərik. Vergiyə cəlb olunan gəlirdən ümumi xərci çıxırsınız. Tapırsınız ki, hesabat ilinin mənfəəti 226 mindir. Və hesabat ilinin mənfəətini tapdıqdan sonra 20% tətbiq eləməyə tələsmirik. Çünki bəlkə o mənfəət tam olaraq vergiyə cəlb olunmur. Bəlkə keçmiş ilin zərəri var, mən onu kompensasiya etməliyəm. Bəlkə mikro sahibkarda mənfəəti 75% azaltmalıyam. Bəlkə investisiya təşviqi sənədi var, mənfəətin 50% azaltdı. Ona görə hesabat ilinin mənfəəti hər zaman vergiyə cəlb olunan mənfəətə bərabər olmur. Məsələdə elə bir hallar ola bilər ki, adətən onsuz da elə hallar salınır imtahanda. Elə bir hallar ola bilər ki, sizdə güzəştlər olsun, o güzəştləri tətbiq edəndən sonra 20% tətbiq edəsiniz. Deməli, bu xanada nələri yazırıq, nələr qədər azaldırıq mənfəəti? Bir zərər qədər, bir də 106-cı maddədə mənfəətə tətbiq olunan güzəştlər qədər hesabat ilinin mənfəətini azaldırsınız. Ondan sonra alınan rəqəmdən bəli, 20% tapa bilərsiniz. 20% hesablanmış mənfəət vergisidir. Hesablanmış mənfəət vergisini mi büdcəyə ödəyirsiniz?
Ola bilər ki, cari vergi ödəməsi anlayışını yəqin ki bilirik. Bilməyənlər üçün cari vergi ödəməsi nədir? İl tamam olmamış, məsəl üçün 2025-ci ildir, mənfəət vergisi bəyannaməsini hələ göndərməmisiniz. Hələ öhdəliyinizi hesablamamısınız. İl tamam olmamış qanunvericiliyə əsasən öncədən cari vergi ödəməsini etməlisiniz. Cari vergi ödəməsi, yəni avans olaraq 2000 tutaq ki, 25-ci ilin mənfəətinin müəyyən hissəsini büdcəyə ödəməlisiniz. Cari vergi anlayışının mahiyyəti budur. Yəni öncədən hesabat edib bitməmiş müəyyən bir məbləği avans olaraq büdcəyə ödəməkdir. İndi siz şirkət olaraq hesabladığınız ki, bəli, ilin sonunda əslində 25-ci ilin tutaq ki, mənfəət vergisi 41 mindir. Amma öncədən 8200 ödəmisinizsə, büdcəyə 33 min ödəyəcəksiniz. Çünki artıq 8200 ödəmisiniz. Bu xanada təkcə cari vergi ödəmələri mi nəzərə alınır? Xeyr. Bir cari vergi ödəmələri yadda saxlayın. Bir də xaricdə ödənilən vergilər. Xaricdə ödənilən vergi nədir? Mənfəət vergisi mövzusunu oxumusunuzsa, orada mənfəət vergisinin vergi tutma obyektində belə bir cümlə var. Deyir ki, rezident müəssisənin xaricdən əldə etdiyi dividend, faiz və royalti gəlirləri də vergi tutma obyektidir. Yəni, məsələdə verilsə ki, bu rezident müəssisə xaricdən dividend, faiz, royalti gəliri əldə edibdir və xaricdə filan qədər ÖMV tutulubdur. Tutaq ki, deyəcək ki, qeyri-rezident müəssisədən 500 manat ÖMV tutulduqdan sonra 4500 manat 4500 manat dividend ödəniş edilibdir. Yəni bu rezident müəssisə xarici bir qeyri-rezident müəssisənin tutaq ki, səhmdarıdır, təsisidir və ona ÖMV tutulduqdan sonra filan qədər dividend ödənilib deyilsə məsələdə ÖMV daxil ümumi gəlirlərdə yazacaqsınız. Tutaq ki, 500 tutulmaqla 4500 ödənilib desə, 5000 burada yazacaqsınız. Tamam, bura 5000 yazmağınız o deməkdir ki, bu müəssisə bundan 20% vergi ödəyəcək. Bəs xaricdə də 500 manat tutulub, bax, onda nə oldu? 2 qat vergi tutma oldu. Ona görə məsələdə əgər xaricdən xarici qeyri-rezident müəssisənin səhmdarı kimi filan qədər dividend gəliri, dividend, faiz, royalti gəliri əldə edib desə, əgər ÖMV haqqında məlumat verilirsə, birinci sadə versiya, ÖMV haqqında məlumat verməsə, sadəcə ümumi gəlirlərdə yazırsınız. Əgər ÖMV haqqında məlumat verməsə, sadəcə ümumi gəlirlərdə yazırsınız. Başqa o cümlənin, məsələdə verilən o cümlənin həldə heç bir yerə təsiri yoxdur. Çünki biz bilmirik xaricdə ÖMV nə qədərdir. Tutubsa da nə qədər tutub. Bəzən imtahanda edilən ən böyük səhv nədir? Götürüb, məsələn, dividend deyəndə bizim ölkənin 5%-ni tətbiq edirlər. Biz bilə bilmərik o qeyri-rezident kimi bizə pul ödəyəndə nə ödəyibdir, daha sonra nə ödədiyini bilirik, məsələdə verilir. Amma ÖMV tutubsa da neçə faizlə tutub bu haqda məlumat verməyibsə, biz özümüzdən Azərbaycan Respublikasının vergi məcəlləsindəki faizi tətbiq edə bilmərik. Əgər ÖMV haqqında məlumat vermirsə, verilən rəqəmi sadəcə ümumi gəlirlərdə yazılır. Bu ən sadə versiya ki, imtahana düşür. Digər bir versiya, ÖMV haqqında məlumat verir. Və daha sonra belə bir cümlə verir ki, xaricdə ÖMV tutulduğunu təsdiq edən sənədlər mövcuddur və bunu mühasibatlığa vergi orqanlarına təqdim edibdir. Bu nə deməkdir? Praktikada bilirsiniz də DTA formaları. Hansı ki, xaricdə bizdən bir vergi tutulduqda biz DTA müraciət edib xaricdə ödənilən verginin belə deyim, Azərbaycanda nəzərə alınmasını təmin edə bilirik. DTA-nın da formaları var. Onsuz da imtahanı bu qədər qəliz getmir. Sadəcə belə bir cümlə ilə düşür ki, 2 qat vergi tutma haqqında sazişin tələblərinə uyğun olaraq sənədlər mövcuddur və vergi orqanlarına təqdim edilibdir. Və yaxud da o qədər uzatmadan sadəcə deyir ki, bu xaricdə bu qədər verginin tutulduğunu təsdiq edən sənədlər mövcuddur. Yəni bu haqda məlumat verəcəksə, yenə də gəliri ÖMV daxil ümumi gəlirlərdə nəzərə alırsınız. ÖMV-ni isə azaldılmalı mənfəət vergisi xanasında nəzərə alırsınız. Aydındır. Bayaq dediyim misalda 4500 ÖMV tutulduqdan sonra 4500 ödənilibsə, 5000-i burada nəzərə alırsınız. Əgər sənədlər var desə, 500 manatı da bu xanada nəzərə alırsınız. Çünki bəyan elədiyim 5000-in 20% qədər vergi hesablayacağım mən. Və xaricdə də məndən 500 tutulubdur. Mən o 500-ü də ümumi hesablanan o vergidən azaltmalıyam ki, o 5000-ə görə 2 qat vergi tutma olmasın.
Və həmin sətrin də nəzərə alınmasa, 500 manatın da yazıldığı sətr bu sətirdir. Azaldılmalı mənfəət vergisi sətri. Daha sonra ümumi olaraq bilməli olduğunuz digər bir məqam isə mənfəət vergisini qətiyyən boş saxlamayın. Ola bilər ki, bəlkə bu faizi unutmusunuz. Problem deyil. Bir faizi unutmağa görə məsələni boş qoymaqla unutmusunuz, hansısa yadınıza düşən başqa bir faizi yazın, problem deyil. Və onu tamamlayın. Və yaxud da amortisasiyanı boş saxlayın, məsələni tamamlayın. Mütləq tamamlamalısınız. Niyə? Sizdə bayaq tutaq ki, burada 14 mini azaltmağı unutmusunuz. 14 mini azaltmağı unutmaq nə deməkdir? Avtomatik olaraq sizdə burada cavab səhv alındı deməkdir. Düzdür? Çünki 14 min tətbiq eləməmisinizsə, deməli bu rəqəminiz səhv alınacaqdır. Bu səhvdirsə, sizdə avtomatik burada da rəqəm səhv alınır. Avtomatik bunların hamısı səhv gedəcək. Baxmayaraq ki, hamısı səhv gedir, belə bir yoxlama prinsipi var ki, siz burada məntiqi ardıcıllığı düz bilirsinizsə, rəqəmlər səhv olsa da sizə tam bal verilir. Ola bilər bəlkə cüzi bal çıxlar, amma sizə bal verilir. Yəni burada mahiyyət odur ki, siz biləsiniz ki, hesabat endi mənfəəti xanasında nəyi yazmalısınız? Rəqəm avtomatik olaraq bunu yazmayanda təbii ki, 400 min səhv alınacaq da normal olaraq, məntiqi olaraq səhv alınacaq. Amma bu 7 minə görə onsuz da burada bal çıxılır deyə sizdə ikinci dəfə bu səhv rəqəmə görə bal çıxılmır. Əsas odur ki, siz bilirsiniz ki, bundan bunu çıxmalı deyilsiniz. Vergiyə cəlb olunan gəlirdən bunu çıxmalısınız. Düzgün məntiqlə, öz səhv rəqəmlərinizlə, amma düzgün məntiqlə, ardıcılığı düzgün tətbiq etməklə, yəni bu sətirdən bunu çıxmaqla bu xanaya yazırsınızsa, rəqəmlər səhv olsa belə tam bal verilir. Avtomatik o bu səhvdirsə, bu da səhv gedəcək, bu da səhv gedəcək. Yəni çünki 20% tapır. Nədən tapır? Bundan qaynaqlanır. Səhv olsa belə sizə tam bal veriləcək. Ona görə mənfəətdə siz bu dediyim strukturu bilməklə rahat bir şəkildə 4-5 balı onsuz da götürürsünüz. Yəni çox rahat bir şəkildə 4-5 balı siz imtahandan götürə bilirsiniz. Çünki buranın məntiqi ardıcıllığını bilsəniz, hansı ki bayaq dedim, hansı xanada nələri yazırsınız, o ardıcıllığı bilsəniz, burada gəlib 20% səhv rəqəmə tətbiq etsəniz də sizə tam bal veriləcəkdir. Çünki siz bilirsiniz ki, 20% nəyə tətbiq etməlisiniz. Məsəl üçün 20% tətbiq eləyəndə bu rəqəmin səhv olmağına görə sizdən bal çıxılmır. Tam bal verilir bu sətrə. Eyni qaydada da azaldılmalı mənfəət vergisi xanasında nəyin yazılmalı olduğunu artıq bildiniz. Xaricdə ödənilən vergi və cari vergi ödəməsi. Xaricdə ödənilən vergi və cari vergi ödəməsi. Hər imtahan onsuz da bu ikisindən biri və yaxud da ikisi də düşür. Eyni qaydada burada hər imtahan ya zərər ya da 106-cı maddədə mənfəətə tətbiq olunan güzəştlərdən biri düşür. Yəni bu məntiqi ardıcılığı bilməklə rahat bir şəkildə, yəni buranı hesablaya bilərsiniz. Təxmini 2 bala yaxın artıq buradan bal götürürsünüz. Başqa burayla bağlı deməyi unutduğum nəsə qaldımı? Əsas bilin ki, boş saxlamırsınız. Çünki mənfəət hər bir halda məntiqini onsuz da çox adam bilir. Ola bilər müəyyən xərclərdə yanaşmanı unudasınız. O yanaşmanı unutsanız da dediyim kimi qətiyyən cavab kartını boş saxlamayın. Çalışın tamamlamağa. Yəni 1% unutdu deyə tələbə qoyur sualı keçir o birinə. İndi faizi unutmusunuz, başqa faiz tətbiq edin. O faizi səhv tətbiq etdiyinizə görə sizə cüzi bir bal çıxılacaqdır. O problem deyil. Amma boş saxlamaq sizin kifayət qədər bal itkisinə səbəb olacaqdır. 10 ballıq suallarla bağlı, yəni strukturla bağlı bu qədər. Gəlin mövzunun, yəni bir ədəd sual seçmişəm, onun izahı ilə keçək. Onun izahını verəndə artıq belə deyim, sizdə məncə bir sual qalmayacaqdır. Səsi açıram. Sualınız olanda səsi açıb sualı verin. Məncə açdım səsi. Bir nəfər danışsın, görüm səs gəlir. Aça bilmədiniz səsi bir dəqiqə. Gəlir, səs oldu. Gəlir. Sualınız olanda açıl. Çünki mən belə müzakirələ, izaha öyrəşmişəm. Sualınız varmı deyə soruşmağa. Çatı oxuyanda mən vaxtım gedir, çata yazmayın sualı. Səsi açıb sualınızı verin. Amma sualınız olanda səsi açın, çox xahiş edirəm. Gəlin başlayaq sualın izahına. Deməli, bu sual imtahan sualıdır, imtahana düşmüş sualdır və sualı bağladıq.
Ə, və həmçinin Dövlət İmtahan Mərkəzinin özünün ictimaiyyətə yayınladığı sualdır, hansı ki, demo versiyada bu sual ictimaiyyətə yayınlanıb və həmin sualın izahını verəcəm. Ə, Gəlir xərclərinin çoxunu hesablama metodundan istifadə edərək aparan rezident müəssisədir və orta sahibkarlıq subyektidir. Birinci onu bilin ki, hesablama metodu ilə çox aparır sözünü deməyə də bilərdi. Çünki onsuz da orta sahibkardır. Orta sahibkardırsa, onun artıq onsuz da kassa metodu ilə çox aparmaq kimi bir şansı yoxdur. Ona görə imtahanda hesablama metodu ilə və yaxud da kassa metodu ilə da sualı yarananda baxın meyara. Nə meyarıdır? Sahibkarlıq meyarı nədir? Kiçikdir, ortadır, iridir. Kassa metodu ilə çox apara bilir. Yeganə vergi ödəyicisi mikro sahibkardır. Başqa heç bir vergi ödəyicisi kassa metodundan çox apara bilmir. Mənfəət onballıqda da adətən mikro sahibkar salmırlar. Ona görə bilin ki, hesablama metoduna çox aparmır sözü deməsə, çaşmayın ki, görəsən bu nə hansı meyardır, daha sonra çoxu necə aparır. E, Gəldik sahibkarlıq meyarında nəyə diqqət edirsiniz? Orta iridə sizdə cavab kartına təsir edə biləcək, həllə təsir edə biləcək bir hal yoxdur. Bir dənə mikro kiçikdə sizdə cavab kartına təsir edə biləcək hal var deyə sahibkarlıq meyarında mikro və kiçik görəndə altından xətt çəkin. Amortizasiyanın yüksəldici əmsalını bir qıraqda yazın ki, tətbiqi unutmayasınız. Çünki imtahan suallarını yoxlayanda görürük ki, ən çox edilən səhv amortizasiyanın yüksəldici əmsalının tətbiqinin unudulmalıdır. Bildiyiniz kimi mikro sahibkar amortizasiyanı 2 qatı qədər artıq hesablaya bilər. Yəni bina üzrə mikro sahibkarda amortizasiyanın ən yüksək həddi 14%-dir, 7 deyil. Kiçik sahibkarlıq subyektində isə 7-ni 1,5-ə vurursunuz. Yəni yüksəldici əmsal var. Onlar xərci, amortizasiya xərcini daha artıq məbləğdə tanıma hüquqları var. Sual yaranar ki, bəs biz hardan bilək ki, belə deyim də, məcəllədə yazılan norma maksimum normadır. Mən istəyərəm binaya 7 yox, 3 tətbiq eləyərəm. Tutaq ki, biz imtahana sual saldıq və imtahanda belə bir cümləni salmadıq, belə bir cümlə yazmadıq. İki müəssisə amortisasiyanın ən yüksək həddini tətbiq edir. Onda siz bina görəndə götürüb nə edərsiniz? 3% tətbiq edərsiniz. Sabah apellyasiyada verərsiniz, deyərsiniz ki, yəni mənim hüququm var da 7 şərt deyil ki, tətbiq edeyim. Ona görə imtahanda hər zaman bu cümlə verilir ki, müəssisə ən yüksək həddini tətbiq edir. Məsələn, mikro sahibkar verib də bu cümləni versə, mikro sahibkar üçün binada ən yüksək hədd 14-dür. Yəni 7% tətbiq edə bilmərsiniz. Yəni ona görə bilin ki, məcəllədə verilən amortisasiyanın ən yüksək həddini hər zaman tətbiq etməlisiniz. Mikroda 2 qatı qədər artıqdır, kiçikdə isə 1,5 qatı qədər artıq amortisasiya hesablanır. Davam eləyək. Müəssisənin dövrün əvvəlinə hər birinin maya dəyəri 500 manat olan 180 ədəd mal qalıblar. Ümumiyyətlə, mal material ehtiyatları əvvəllər belə düşmürdü imtahana, daha sadə versiyada düşürdü, amma son imtahanlarda bu formada düşür. Ona görə bunu daha detallı Excel-də izah eləmək istəyirəm. 99% sizə də bu versiyada düşəcək. Sıfırdan izah edirəm. Kimdəsə nəsə sual yaranacaqsa səsi açıb sualı verər. Deməli, müəssisənin anbarında dövrün əvvəlinə, yəni keçən ildən qalan bir malı var. Hansı ki 180 ədəddir, birinin qiyməti 500 manatdır. Cəmi neçə minlik malı var? 180-i vurursunuz 500-ə. Və il ərzində də hər birinin invoice dəyəri 450 manat olan 900 ədəd mal ixal etmişdir. 900 ədəd mal ixal edib. Hər birinin invoice dəyəri 450 manatdır. Deməli, invoice dəyəri 450 manatdır, bəli. Amma biz malın dəyərini hələ tam olaraq deyə bilmərik ki, bir ədədinin dəyəri 450-dir. Çünki bildiyiniz kimi bir mal alınarkən bir aktivin dəyəri formalaşdırılarkən onun gətirilməsinə, quraşdırılmasına, çəkilən, alınmasına, daşınmasına çəkən bütün xərclər kapitallaşır. Aktivin dəyəri maddəsi var. Orada görürsünüz ki, bir aktiv tam alınıb istifadəyə verilənə, satılana qədər olan bütün dəyər onun maya dəyərinin üzərinə gəlinir. Yəni bu bəli, hələ ki invoice dəyəri 450-dir. Amma görək bəlkə daşınmasına, quraşdırılmasına xərc çəkib, o zaman bir ədədinin qiyməti 450 manat olmayacaqdır.
Ee, Bir şeyi qeyd edeyim ki, imtahanda e-qaymə ilə filan qədər mal alıb deməyi, alış haqqı ilə və sairə mal alıb deməyini tələsməyin. Bir mal alınıbsa o xərcdir demək deyil. Siz baxmalısınız ki, malın hansı hissəsi satılıbdır. Satılmayanı xərcə yaza bilmərsiniz. İmtahanda ən çox edilən səhvlərdən biri də budur. Deyir 100 minlik mal alır, tələbə götürüb 100 mini xərcə yazır. Bir baxın ki, o 100 minlik mal satılıbmı? Bəlkə heç satmayıb, alıb anbarına qoyubdur. Yəni matching prinsipi, bir şeyin gəlirini tanımırsınızsa, xərcini tanıya bilmərsiniz. Yəni o 100 minlik mal satılmayıbsa, ondan gəlir əldə etməmisinizsə, siz onu xərcə yaza bilmərsiniz. Bizim hal-hazırda Excel-də etməyə çalışdığımız da budur ki, tapaq ki, bu malların bir ədədinin qiyməti neçəyədir? Çünki birazdan deyəcək ki, bundan məsəl üçün 50 dənə satılıb, bundan da 100 dənə satılıb. Biz bilməliyik ki, maya dəyəri nə qədərdir? Yəni hal-hazırda Excel-də eləməyə çalışdığımız odur. Birinci baxaq ki, cəmi neçə minlik mal var və onlardan hansı hissəsi satılıbdır. Deməli, dövr ərzində alınanda dedik ki, 405 mindir. Davam eləsək, malların xarici ölkədən daşınmasına görə qeyri-rezidentə ödəmə mənbəyində vergi tutulduqdan sonra 4700 manat daşınma haqqı ödənilmişdir. Deməli, bu malı xaricdən alıb, baxın, idxal edibdir. Və bu malı xaricdən daşınmağı üçün də ÖMV tutduqdan sonra 4700 manat daşınma haqqı ödəyibdir. Beynəlxalq daşınmada ÖMV neçə faizdir? Neçə faizdir ÖMV? 6. 6%-dir. Üzərinə gəlirik daşınma xərcini. Amma 4700 ÖMV tutulan məbləğdir. Deməli, xidmət haqqı nə imiş ki, ondan 6%-i tutandan sonra 4700 qalıbdır. Bunu tapmaq üçün 4700-ü bölürük 0,94-ə və tapırıq ki, xidmət haqqı əslində nə imiş? Gəlin burada funksiya ilə qoyaq. Deməli, 5000 imiş daşınma haqqı. Xidmətin dəyəri 5000 imiş. Və mən qeyri-rezidentə daşınma haqqını ödəyərkən 4700 ödəmişəm. Biz dedik ki, beynəlxalq daşınma 6%-dir. 6%-ni çıxırıq, 5000-dən 6%-ni çıxanda 300 eləyir. Onu yadda saxlayın. ÖMV xərcdir. ÖMV xərcdir. Yəni siz burada 4700-ü bunun üzərinə gələ bilmərsiniz. ÖMV-ni də, yəni maya dəyərini hesablayan da ÖMV-ni də bunun üzərinə gəlməz. Yəni invoice dəyərinin üzərinə 5000 gəlinməlidir. 4700 yox. Sualı olan var bura kimi? Sual yoxdursa davam edirəm. Artıq baxın, bir ədədinin qiyməti 450 olmayacaqdır. Gəlin tapaq neçə olacaq. Bunu bölürük 900-ə. Hələ ki bir ədədinin qiyməti 456 manatdır. İndi davam edək məsələdə. İdxal edibsə, təbii ki, burada gömrük rüsumu olacaq, ədəbi olacaq. Görək onlara yanaşma necədir. İdxala görə cəmi 63.400 manat gömrük rüsumu ödənilmişdir. Praktikada işləyənlər onsuz da bilir. Bir mal idxal edildiyi zaman onun gömrük rüsumu da onun maya dəyərinin üzərinə gəlinir. Yəni burada 63.400 manatı da üzərinə gəlməlisiniz. Və artıq görürsünüz, bir ədədinin qiyməti 526 manat oldu. Yəni maya dəyəri birinci alınanda baxmayaraq ki 450 idi. Lakin aktivin dəyərini formalaşdıran digər amillər, digər xərcləri də nəzərə aldıqdan sonra bir ədədinin qiyməti 526 manat oldu. Davam edəsək, idxal edilmiş mala görə 85.212 manat ƏDV ödənilmişdir və əvəzləşdirilmişdir. İdxalda ödənilən ƏDV məbləği əvəzləşdirilir. Əvəzləşdirildiyinə görə də malın dəyərinin üzərinə əlavə olunmur. Yəni bu ƏDV məbləğini biz malın dəyərinin üzərinə əlavə etməyəcəyik. Çünki əvəzləşdirir. Artıq belə deyim, biz bilirik ki, müəssisənin neçə minlik bir malı var ambarda. 563.400 manatlıq ambarda bir malı var. Amma 563.400 manat xərcdirmi? Biz bu sualın cavabını demək üçün bilməliyik ki, hansını satıbdır. Yəni satıbsa xərcdir. Bəs desək ki, hamısını satıb, bəli, 563 min xərcdir. Ona görə də bunun üçün digər hissələri oxuyaq. Məsələn, müəssisə cari ildə deyir 450 ədəd malı cəmi 480 minə ölkə daxilində satmışdır. Bu satış qiymətidir. Malı satıb 480 minə. Deməli, ümumi gəlirlərdə 480 mini gəlir kimi yazırıq. Bizə qalır bunun maya dəyərini, xərcini yazmaq. Neçə ədəd mal satıbdır? 450 ədəd mal satıbdır.
Biz bilməliyik ki, bu 450 ədəd malın hansı hissəsi dövrün əvvəlində olan bu 180 ədəd maldandır, hansı hissəsi bundandır. Bunu da təbii ki, məsələdə informasiya verməlidir. Verməsə biz bilə bilmərik ki, hansından satıbdır. Çünki birinin maya dəyəri 500-dür, birində 526-dır. Maya dəyərini dəqiq çıxartmaq üçün bilməliyik ki, hansından satıb. Və məsələdə informasiya verir ki, satılmış malların 180 ədədi dövrün əvvəlində mövcud olan mal qalığındandır. Digər hissəsi isə il ərzində alınmış mallardan ibarətdir. Yəni ambarda olan malı dövrün əvvəlində satıbdır. Hansı ki, bu 180 bura yazaq maya dəyəri. Ə, Deməli, 450 ədəd mal satıbdır. Onun deyir ki, 180 ədədi bundandır. Bu nə deməkdir? 90 min maya dəyəridir. Yerdə nə qalır? 450 ədəd alıbdır. 180-ini dövrün əvvəlində ambarda olandan satıbsa, yerdə qalır 270 edir də deyəsən. 270 manat qalır. 270 ədəd qalır. Səsi bağlı saxlaya xahiş edirəm. 270 ədəd qalır. 270 ədədini də deməli hansından satıbdır? Dövr ərzində aldığından satıb. Dövr ərzində aldığının maya dəyəri nə qədərdir? 526 manatdır. 526 manata vururuq və tapırıq ki, 142 də bunun maya dəyəridir. Cəmi nə qədər olur? Deməli, satılan bu Aygun xanım, səsi bağlı saxlayın. Səsi onda açın ki, sualınız var. Sualınız yoxdur, səsi açıq saxlamayın. Deməli, harada qalmışdıq? 450 ədəd malı 480 minə satıbdı, gəlirini tanıdıq. Bu 480 minin maya dəyərini də tapdıq ki, nə qədər imiş? 232 manat maya dəyəridir. Okay. 232 manat maya dəyəridir və bunu da mal material cavab kartında sizdə mal material xərci olur. 232 mini mal material xərcində yazırsınız. Tapdığınız bunlardır. 90 min üstəgə bu. Digəri 100 min, bunu hələ oxumamışıq. Yəni bunun cavabı 232 mindir bu. Bura kimi sualı olan var. Qaranlıq qalan bir məqam varmı bura kimi? Yoxdursa davam edirəm. Növbəti. Deyir ki, il ərzində müəssisənin ölkə daxili satışları üzrə 9500 manat debitor borcu yaranmışdı. Bu nə deməkdir? 480 min satış edib 9500 debitor borcu yaranıb nə deməkdir? 480 minin 9500-ünü qarşı tərəf mənə ödəməyibdir. Qalan hissəni ödəyib. Bunun bizim cavab kartına, məsələnin həllinə təsiri varmı? Xeyr. Hesablama metoduna çox aparır. Onun hansı hissəsinin mənə ödənişinin gəlib gəlməməyi mənə maraqlı deyil. Çünki hesablama metodundan sonra. Kassa olsaydı maraqlı olardı. Amma hesablama metodunda satışdan pul daxil olur və yaxud da hansısa bir xərcimin filan hissəsini ödəmişəm, filan hissəsini ödəməmişəm, mənə maraqlı deyil. Bu kimi ifadə axırıncı imtahanlarda çox düşür. Deyir ki, filan qədər xərci var, ödənişini edib, etməyib, filan qədər satış edib də ödənişi edib, etməyib. Bunun məsələnin həllinə təsiri yoxdur. Çünki müəssisə hesablama metodu ilə çox aparır. Orada diqqətli olun. Bu sadəcə olaraq sizi çaşdırmaq üçün verilən bir cümlədir. Okay. İl ərzində əldə edilmiş mallardan 100 ədədi 96 min manata ölkə xaricinə ixrac edilmişdir. İxrac edilib satışda. 96 min ümumi gəlirlərdə yazırsınız. İndi lazımdır ki, bu 96 minin maya dəyərini yazmaq. Maya dəyəri nə qədər olacaq? İkinci partiyadan satılır. Birinci partiya onsuz da bitdi. Baxın, gəlin bura keçək. Bu partiya onsuz da bitdi. Bayaq satdı bunu. Bir də bu partiyadan 100 dənə satıbdı. Deməli, bunun üzərinə həm də gəlirik. Xaricə satıbdı bu dəfə. Bayaqkını daxildə satmışıq. Vururuq buna. Demək 284.620 manat mənim cəmi mal satışımın maya dəyəridir. Cəmi mal satışımın maya dəyəridir. Sualı olan var. Bura kimi sualı olan var. Növbəti cümlədə isə deyir ki, eyni zamanda növbəti ildə ixrac ediləcək 50 ədəd mala görə 37 min avans daxil olmuşdur. Baxın. Cari ildə malı satmayıb. Sadəcə olaraq sifariş qəbul edib və avansını da alıb ki, 37 minlik bir mal satacaq. Pulu da alıb. Amma satış etməyib. Hələ gələn il satacaqdır. Hesablama metodunda avansın
vergi öhdəliyinə təsiri yoxdur. Yəni daxil olan avansa görə siz büdcəyə bir vergi ödəməmisiniz. Çünki hələ ödəməməlisiniz. Çünki hələ satışınız baş verməyibdir. Avansın təsir etdiyi yeganə məsələ tipi imtahanda birinci ƏDV-dir. ƏDV-də satışdan avans daxil olsa da öhdəlik yaradırsınız. Amma nə fiziki şəxsin gəlir vergisində, nə hüquqi şəxsin mənfəət vergisində, nə sadələşmiş vergidə avans vergi öhdəliyinin hesablanmasına təsir etmir. Bu yadınızda olsun. Bir dənə yeganə ƏDV-dir ki, ƏDV-də bəli, satışdan avans daxil olsa da öhdəlik yaradırsınız. Amma qalan məsələdə, yəni burada avans daxil olub, okey, sifariş alıbdır. Sadəcə məlumat xarakterində verib. Bunu sizi çaşdırmaq üçün verib. Bunun vergi öhdəliyinə heç bir təsiri yoxdur. Aydındır? Sual, yəni bunun cavab kartını heç yerdə əks etdirməyəcəksiniz. Nə gəlir tərəfini, nə xərc tərəfini. Çünki hələ satış baş verməyibdir. Sual var. Bu hər imtahan düşür. Əzbər yadda saxlayın ki, dövlət büdcəsi olan vergi borcunun bağışlanmasına əldə edilən gəlir həm fiziki şəxsin gəlir vergisində, həm hüquqi şəxsin mənfəət vergisində gəlirdir və azaddır. Yəni bunun ə, ümumi olaraq gəlirlərdə yazırsınız və daha sonra gəlirdən çıxılmalarda yazırsınız. Yəni vergi öhdəliyinə təsiri olmur. Sadəcə gəlir və daha sonra gəlirdən çıxılmalarda yazırsınız. Baxın 640 mini 14 min qədər azalır. Yəni 14 min 20%-ni ödəməyəcəksiniz. Ona görə ümumi gəlirlərdə yazırsınız, daha sonra azaldırsınız. Həm fiziki şəxsdə bu gəlir azaddır, həm hüquqi şəxsdə azaddır. Ə, Həmçinin sadələşmiş vergidə də azaddır. Müəssisə balansında olan əvvəlki ilin sonuna qalıq dəyər 300 min manat olan binanı rezident fərdi sahibkara cari ilin yanvar ayında illik icari haqqı 50 min manat olmaqla icarəyə vermişdir. Daha sonra həmin bina ilə bağlı da təmir xərci çəkmişdir. Təmir xərcini hələ ki qoyaq kənara. Ortada bir icarə gəliri var. Bir icarəyə verib yoxsa icarəyə götürüb dəyəri olan icarəyə veribdir. Okey. Bunu imtahanda da çox qarışdırırlar. İcarəyə götürdüyünüz xərcdə icarəyə verdiyiniz gəlirdir. Burada müəssisə öz obyektini, öz binasını icarəyə verib. Yəni 50 minlik bir gəlir var ortada. Bu 50 minlik gəliri ümumi gəlirlərdə tanıyırsınız. İmtahanda edilən ən böyük səhvlərdən biri nədir? İcarə görən kimi fiziki şəxs yada düşür, qrosap eləyir, ÖMV-ni çıxır, bölür. Hüquqi şəxsin icarə gəlirindən sadəcə desək ki, hüquqi şəxs icarədən gəlir əldə edir, ümumi gəlirlərdə yazırsınız. Hüquqi şəxsin icarə gəlirindən ÖMV tutulmur. Fiziki şəxsdən qarışdırmayın. Fiziki şəxsdə bəli, icarə gəlirindən ÖMV tutula bilər. Amma hüquqi şəxsdə icarə gəlirindən ÖMV tutulmur. Özü bəyan edir. Hansısa bir hüquqi şəxs MMC öz əmlakını icarəyə verirsə, buradan icarə gəliri əldə edir. Ümumi gəlirlərdə bəyan edir. 20% vergisini ödəyir. Hansısa bir azad olma falan burada nəzərdə tutulmayıbdır. Ə, Davam eləsək, yəni 50 mini sadəcə ümumi gəlirlərdə yazırsınız. Və burada müəssisənin bir binası var, 300 minlik bir binası var və həmin binaya da deyil, il ərzində 5500 xərc çəkmişdir. Bina üzrə əsas vəsaitdir müəssisənin əsas vəsaitinin necə ki amortizasiyanın tanınmaqda bir xərcin tanınmasına bir məhdudiyyət var. Eyni qaydada təmir xərcinin tanınmasında da bir məhdudiyyət var. Deməli, dövrün əvvəlinə qalıq dəyəri və təmin xərci məhdudiyyəti necə hesablanır? Yəni, o xərc olaraq mən nəyi yaza bilərəm, necə hesablanır? Əsas vəsaitin dövrün əvvəlinə qalıq dəyərinə təmir xərci normasını tətbiq etməklə. Dövrün əvvəlinə qalıq dəyəri 300 mindirsə, deməli, bu əsas vəsaitə görə maksimum mənfəət vergisi bəyannaməsinə yaza biləcəyiniz təmir xərci 300 minin 2%-dir. Gəlin bunu yada salaq, bəlkə bilməyən ola bilər deyə. Ümumiyyətlə, amortizasiya necə ki, norma daxilində maksimum 7% tanınır. Eyni qaydada da təmir xərcində də bu belədir ki, təmir xərcində də norma daxilində təmir xərci tanına bilər. Bu əsas vəsaitə görə mənfəət vergisi bəyannaməsinə yazıla biləcəyi maksimum məbləğ budur. 6000 manat. Hı -hı. 6000 manatdır. Və müəssisə faktiki təmir xərci, müəssisənin faktiki təmir xərci nə qədərdir? Bizim misalda nə qədərdir? 5500 manatdır. Bu nə deməkdir? Müəssisə 5500 manatı xərcə yaza bilər.
müəssisə 5500 manatı rahat bir şəkildə xərcə yaza bilər. Çünki xərcə yazmaqda məhdudiyyət 6000-dir. 6000-dən artıq təmir xərci tanıya bilmərsən. Amma adam 5500 xərc çəkib. Deməli 5500-ü mənfəət vericisi bəyannaməsində təmir xərci sətrində yaza bilər. İndi gəlin sualın digər versiyasına baxaq. Əgər 5500 deyil də olsaydı, tutaq ki 7500, o zaman nə edəcəkdik? 5000, 6000-ini burada xərc olaraq yazacaqdınız. 6000-ni xərc olaraq yazacaqdınız. Və 1500 manat normadan artıq hissəsi əsas vəsaitin üzərinə gəlinəcəkdir. Yəni normadan artıq nə qədər təmir xərci çəkilibsə, əsas vəsaitin üzərinə gələcəkdir və amortizasiyanı həmin məbləğdən hesab. Yəni kapitallaşacaqdı. Normadan artıq isə kapitallaşacaqdı. Bu arada, əgər əsas vəsaitlərlə bağlansa bir boşluğunuz varsa, YouTube-da əsas vəsaitin imtahana düşə biləcək bütün versiyaların hamısının izahı var. Yəni 30 dəqiqə, 35 dəqiqəlik bir videodur ki, amortizasiya ilə bağlıdır. Həm əmlak versiyanın izahı var, həm amortizasiya. Yəni bütün orada sizin qarışdıra biləcəyiniz, çaşdıra biləcəyiniz bütün məqamları orada izah eləmişəm. O rekorda baxsanız imtahana düşən amortizasiya məsələsini əminliklə yaza biləcəksiniz. Yəni çətin bir şey yoxdur. Burada da bizdə normadan artıq deyil, bu nümunə kimi idi. Bizdə belə deyim, normadan artıq hissə yoxdur. Ona görə birbaşa 300 minin 7% də sizdə amortizasiyadır. Amortizasiya və təmir xərci. Sualı olan varmı bundan bağlı? Amortizasiya və təmir xərci ilə bağlı sual var. Yoxdursa davam edeyim məsələnin izahına. Sualım var Meyxan xanım. Buyurun. Demək orada amortizasiya məsələn kiçik və yaxud da kiçik və ya mikro sahibkar məsələsi, koeffisiyent məsələsi vardı. O necə? Əgər bu Bu olsaydı ki, mikro sahibkar, buyurun. kiçik sahibkar olsa məsələn 3 milyona qədər də kiçik sahibkar səslənməmişsən. Əgər Bəs kiçik onda necə? sahibkar olsa, kiçik sahibkar olsa, vuracaqdınız 7, vuracaq 1.5. Məsələnin şərtlərində bu qeyd olunur Meyxan müəllimə? Nəyi qeyd olunur? Mikro Yəni ki, o sahibkar kiçik, yəni ki, o koeffisiyent məsələsi qeyd olunur ki, məsələn bu koeffisiyentə şey eləmək lazımdır. Yoxsa yox, ki yox, bu onu əzbər bilməlisiniz. Kiçikdə 1.5-dir, mikroda 2-dir. Yəni 2 dənə rəqəmdir, onu vermirlər yəni. Burada yazsaydı Aha. kiçik yazsaydı, burada yazsaydınız. Bir də bir sualım var. Bu indi bilirsiniz də təzə məcəlləyə dəyişiklik olub üfüqi monitorinqdən bağlı. O 51 ki, onu bilmək istəyərdim ki, o ilə bağlı məsələlər düşür yoxsa yox? Düz xətm et. Biz indi azalan qalıqla keçdik də indi Bəli, əsnə qalsa. bəli. Düz xətlə bağlı nəsə məsələ düşür Beyxan xanım? Bildiyiniz kimi bu yenidir və yeni olduğu üçün də Plus-da bilirsiniz ki, bu düz xətt metodunu yalnız kim tətbiq edə bilər? Üfüqi Üfüqi monitorinq monitorinqa zamanı. qəbul edilmiş vergi ödəyicisi. İmtahanda Bəli. bizim sual seçərkən yanaşmamız budur ki, maksimum praktikada hamının qarşısına çıxarsa bir şey. Hansı Hə, ki, bu aydın. yeni olduğu üçün 10 ballıqda üfüqi monitorinqə əsaslanan bir hesablama tələb ediləcəyini açığı düşünmürəm. Ən azından mən öz suallarımda onlardan istifadə etmirəm. Amma gələcək dövrə, məsələn, gələcək il üçün bəli. Məsələn, bu il hələ ki heç kim üfüqi monitorinqə qəbul edilməyibdir. Hələ bu ildən başlayır axı. Hələ bu il müraciət Hə, edəcəklər. Yəni ona görə olsa o gələn ildən olar. Belə nəzəri olaraq da sizdən, yəni məsələ olaraq soruşsalar da 2 ballıqda düşmə ehtimalı ola bilər. Amma 10 hə, ballıqda yox. 10 ballıqda adi aydın. azalan qalıq düşəcəkdir. Aydın. Təşəkkür edirəm. Çox sağ olun. Buyurun. Davam edirəm. Sual olan yoxdursa əgər. Sual olan var? Müəssisənin əmək haqqı xərci 25 mindir. Əmək ödənişi fonduna hesablanmış icbari sığorta xərci 4200-dür. 25 min öz xərci olmadığı üçün digər xərclərdə yazırsınız. DSMF işsizlikdən sığorta, tibbi sığortanı da adətən harda yazırsınız? Sığorta xərci sətrində yazırsınız. Bu asandır. Bunu onsuz da imtahanda hamı düz yazır. Bir dənə bilin ki, DSMF işsizlikdən sığorta, tibbi sığorta xərcləri sətrində yazılır. Bir onu bilin. Çünki adətən gətirib DSMF-nin digər xərclərdə yazırlar. Yoxlayarkən görürük, ən çox o səhv edirlər. Bir də nəyi səhv edirlər? Bəzən məsələdə işçidən tutulan sosial ödənişlər barədə də məlumat verirlər. Belə olduğu halda işçidən tutulanı xərcə yazmırsınız. Niyə yazmırsınız? Çünki qros əmək haqqını onsuz da xərcə yazırsınız. Siz praktikada mənfəət vergisi bəyannaməsi yığanda işçidən tutulanı ayrıca xərcə yazırsınız? Yox. Bir dənə sual çox istəyirəm Cəmi, müəllimə. bəli. 195 xidmətinə əlaqə saxlamışdım mən keçən dəfə o ilə bağlı, bu icbari tibbi sığorta ilə bağlı da. Bunlar dedilər ki, siz onun sığorta haqqını yazmalısınız. Dedim ki, bəs vahid bəyannamədə bunu belə göstərir. Dedilər, yox.
Bizdə əslində belə çıxır ki, fərqli yanaşma var onda. Ə, Gəlin imtahanla praktikanı bir-birinə qarışdırmayaq. Hə, yaxşı. Buyursan, Praktikada buyursan. praktikada cavabınızı verim. Sizdə çox güman ki, sosial ödənişlər sətrində yazırsınız və uyğunsuzluq gəlir ki, vahid bəyannamə ilə sizdə fərq var, düzdür? Bəli, bəli, bəli. Onun ən aşağıda sətrin kodu hal-hazırda yadıma düşməyəcək. Orada yazmaq üçün bir sətr var. Ora yaza bilərsiniz və yaxud da ki, orada saxlasanız belə izah yazırsınız ki, bu məndə tibbi sığortadır, onu verici qəbul edir. Amma tibbi sığortanın aşağıda yazmaq üçün bir yer var. Yəni öz yeri var. Təşəkkür Ona edirəm. görə Çox sağ olun. uyğunsuzluq çıxma səbəbi odur. Yəni öz sətrində yazmamısınız ona görə. Hı, çox Amma sağ olun. imtahan üçün görürsünüz Bəli. yenə sığorta xərcləri. Belə baxanda imtahan üçün sığorta xərcləri ayrıcadır normalda. DSMF-də ayrıcadır, düzdür? Praktikada ayrıcadır. Amma imtahan üçün sığorta xərcləri sətri bir dənədir. Ayrıca DSMF üçün sətr nəzərdə tutulmayıbdır. İmtahanda DSMF sizdikdən sonra da tibbi sığorta bu sətirdə yazılır. Praktika Aydın. qarışdırmayın, tamam? Çox sağ olun. Təşəkkür edirəm. Məsələn, burada görürsünüz digər xərclər. Praktikada 2 dənə digər xərcimiz var. 215 Bəli. 232-ci sətr. Bəli. Amma imtahanda digər xərc məntiqi o praktikadakı digər xərc məntiqi ilə eyni deyil. Tamam. İmtahandakı digər xərcin məntiqi odur ki, cavab kartında gəlirdən çıxan xərc olub da öz sətri olmayan digər xərcləri bura yaz. Məntiq budur. Amma praktikada Hə, digər xərcin məntiqi başqadır, bilirsiniz. hı, Məsələn, bəli, inzibati bəli. xərclər, digər xərclər yazılır 232-də, satışla bağlı digər xərclər yazılır 215-ci sətirdə. Tamam. Bəli. Ə, Davam edirəm məsələyə. Hə, deməyə çalışdığım məsələdə burada əməyin ödənişi fondu hesablamış DSF, yəni işçidən işə götürən hesabına ödəniləni nəzərdə tutulur. İşə götürən hesabına ödənilən ayrıca verilə bilirsə, verilir onsuz da, verilirsə yox, onsuz da verilir. Çünki əmək haqqı varsa, demək ki, DSF də var. Bu xərcdir. Amma bir də bəzən çaşdırmaq üçün deyir ki, işçidən tutulan DSMF-lər falan qədərdir. Və yaxud da onun yazılış olaraq belə yazıla bilər ki, sığorta edən müəssisədir, sığorta olunan işçidir. Deyə bilər ki, sığorta olunan hesabına ödənilən. Bu xərcə yazılmır. Xərc deyil deyə yox ha. Qrosun içərisində onsuz da xərcdə gedir deyə yazılmır. Yəni qarışdırmayaq. Demək istəmirəm ki, bu xərc deyil, xərcdir. Amma sizdə qros əmək haqqının içərisində o işçidən tutulan onsuz da yazılır deyə siz onu elə yazsanız 2 dəfə xərci yazmış olacaqsınız. Buna imtahan olaraq da, yəni ifadə olaraq da yazılış tərzi dediyim kimi sorta edən hesabına, sorta olunan hesabına ödənilən, işçi hesabına ödənilən, yəni əmək haqqından tutulan bu ifadələrlə düşür və bilin ki, onu xərcə yazmayacaqsınız. Çünki o qros əmək haqqının tərkibində gedir. Əmək haqqı imtahanda heç vaxt sizə net verilə bilməz. Hər zaman qros verilir. Davam eləsək, müəssisənin balansında olan bina cari ilin yanvar ayında qalıq dəyərinə artıq sortalanmışdır. Sortalanma tarixinə binanın bazar dəyəri 600 min manat olmuşdur. Bu sorta müqaviləsinin cari ildə dəyəri 16.500 manat olmuş və həmin məbləğ sortaçıya ödənilmişdir. Hesabat dövründə 4800 manat cari əmlak vergisi ödənişi edilmişdir. Tamam. Burada qalıq dəyərinə artıq sortalanma ifadəsini nəyə görə verilibdir? Yəni bu informasiya nəyə lazımdır sizcə? Oxuyanlar biləcək, oxumayanlar. Əmlak vergisinə görə Bəli, yəqin ki. əmlak vergisinə təsiri var. Bildiyiniz kimi, əmlak vergisi necə hesablanır? Əsas vəsaitin dövrün əvvəlinə qalıq dəyəri, gəlin onu da hesablayım, informasiya olaraq bilmiş olun. Bizdə cəmi bir dənə əsas vəsait var, düzdür? Gəlin bunları silək. Bir dənə əsas vəsait var. Və bu əsas vəsait üçün əmlak vergisini hesablamaq istəsək, bu dövrün əvvəlinə qalıq dəyəridir. Dövrün sonuna qalıq dəyərini gəlin hesablayaq. Dövrün sonuna qalıq dəyəri qısa olaraq yazıram. Dövrün sonuna qalıq dəyəri 300 mindən çıxırıq 300 minin 7%-ni. Dövrün əvvəlini və dövrün sonunu bilirik. Nə edirik? Dövrün əvvəli ilə dövrün sonunu toplayırıq. Bölürük 2-yə. Vururuq neçə faizə? 1%. 1%. Bu bizim normalda o sortalama söhbətindən danışmasaydı, normalda bizim hesablama olduğumuz əmlak vergisi budur. Okay. Neysə yazdıq. Dövrün əvvəlini, dövrün sonu. Hə, vurma işarəsini yazmağı unutmuş. Bölür 2-yə, vururuq 1%. Okay. Normalda, baxın, bu abzas olmasaydı, biz əmlak vergisini belə hesablayıb, gəlirdən çıxan vergi və yığımlar sətrində əmlak vergisini yazacaqdıq. İndi o sətr var deyə bizim yanaşmamız fərqlidir. Fərqli hesablayacağıq. Çünki
Məcəllədə belə bir qayda var ki, bir əmlak öz qalıq dəyərindən artıq qiymətə sığortalanırsa, o zaman əmlak vergisi bazar dəyərinin 1% kimi hesablanmalıdır. Yəni bu misalda bazar dəyəri 600 min olduğu üçün əmlak vergisi 600 minin 1% qədər hesablanmalıdır. Və digər tərəfdən burada sizi çaşdırmaq üçün bir cümlə də verir ki, cari vergi ödəməsi etmişdir. Necə ki, mənfəətdə cari vergi ödəməsi anlayışı var, hansı ki, il bitməmiş öncədən avans olaraq mənfəət vergisi ödəyirik. Əmlakda da cari vergi ödəməsi anlayışı var. Və bu cari vergi ödəməsi bilirsiniz, əvvəlki ilin əmlak vergisinin 20% qədər hər il ödənilməlidir. Və burada 4800 ödəməyinin məsələnin əlinə təsiri yox. Bizə maraqlı deyil ki, o ödəniş 4800 ödəyib. Çünki hesablanan xərcdir. Yəni bu 6000 xərcdir. Nə ödədiyinin bizə maraqlı deyil. Və digər tərəfdən son imtahanlarda əmlak vergisi necə düşür, onu nəzərinizə çatdırım. Əmlak vergisi hazır verilir. Sadəcə sizi çaşdırmaq üçün deyilir ki, filan qədər hesablanıb, filan qədər ödənilib. Hesablananı xərcə yazacaqsınız. Son imtahanlarda mal materialı daha çətin salırıq deyə əmlakın hesablanmasını, yəni vaxt baxımından çox olmasın deyə əmlak vergisini hazır veririk. Amma hazır verilərkən də hesablanan filan qədərdir, ödənilən filan qədərdir deyilir. Yəni daha sadə olmasın deyə biraz qəlizləşdirmək üçün, çaşdırmaq üçün ödənilən və hesablanan da verilir. Bilin ki, hesablanan xərcdir, ödənilən yox. Hesablanan xərci yazırsınız. Bundan əlavə olaraq sizin burada gəlirdən çıxılan vergi və yığımlar səthində başqa hansı vergiləri yaza bilirsiniz? Torpaq və mədən. Demək, gəlirdən çıxan vergilər hansılardır? Mənfəət vergisi bəyannaməsində o sətri görmüsünüz. Əmlak, torpaq, mədən gəlirdən çıxan vergilərdir. Ancaq hesablanan. Yəni məsələdə deyəcək falan qədər hesablanır, falan qədər ödənilir. Ödəniləni sizə çaşdırmaq üçün verim. Hesablananı xərc olaraq yazacaqsınız. Sual olan var? Müəllimə, olar bir sual verim. Bəli, bəli, buyurun. Elə bil 300 min manatlıq dəyərində olan bir əmlak 600 min dəyərinə sığortalanıb. Ondan elə bil artıq bazar dəyəri 600 mindir bunun. O 600 minin 1%-ni götürürük biz, düzdür? Çatı oxuyurdum, sualınızı tam eşitmədim. Orada belə deyim, bu arada sizin sual verəndə deyəsən dediniz ki 600 minə sortan. Burada 600 minə sortalanıb demir. Sadəcə deyir ki bazar dəyəri 600. Binanın bazar dəyəri yəni 600 Sortalama, min. Yəni, bəli. yəni o 600 min aşağı bəs olsaydı ola bilərdi. Aşağı qalıq dəyərindən aşağı sortalansaydı, Hı. normal bayaq Excel'də göstərdimi? Adi qayda hesablayacaqdınız. Aşağı, başa düşdüm mən. Adi, yəni bildiyiniz standart qayda. Onda Yəni yuxarı olduğu üçün biz 600 minin əmlak vergisi kimi 1% kimi hesablayırıq 6 min elə bir. bəli, qayda budur ki, qayda budur nəzərə olaraq. Bir əmlak qalıq dəyərindən artıq qiymətə sortalanır. Qalıq dəyərindən aşağı qiymətə sortalanıbsa, qalıq dəyəri məsəl üçün 300 mindir, 200 minə sortalanıbsa, biz bu qaydanı tətbiq eləməyəcəyik. Aydındır? Düşdüm. Yəni o 1% bazar dəyərinin 1%-ni tətbiq eləmir. O halda tətbiq olunur ki, əmlak qalıq dəyərindən aşağı qiymətə, yuxarı qiymətə sortalansın. Aşağı sortalanırsa standart qayda. Dövrün əvvəlinin qalıq dəyəri, dövrün sonunun qalıq dəyəri topla 2-yə böl 1%. Olur əmi, çox sağ olun. Buyurun. Chatda sual yazanlar, səsi açıb soruşsanız süper olar. Oxuyanda vaxt gedir. Salam Səs Mehran açıb xanım. sualınızı verin. Sərxan bəy desən, yazın sualınızı səsli verin. Buyurun. Salam xanım, mən istəyirdim sual vermək. Buyurun. Məsələn, biz istehsal avadanlığı almışıq 20 min manata. Sığortalamayıb da. Buna əmlak vergisi hesablanır, yoxsa ki Əgər əsas vəsaitdirsə, əsas vəsait kateqoriyasındasınızsa, bəli, hesablanır. onun vergisi verilməlidir dövlətə? Bəli, əmlak vergisini ödəməlisiniz. Əmlak vergisi ödəyicisiz də, yəqin ki, MMC siz nəsiz? MMC bəli. Aha, belə fərdi sahibkar Kiçik da olsun. sahibkar. Mikro bir dənə ödəmir. Kiçiksinizsə ödəyəcəksiniz. Yəni mikro olsaydınız azad olacaqdı. Avadanlıq azad olmalarda nə avadanlığıdır? Birdən azad olmaya düşər. İstehsal avadanlığıdır. Yox, orada elə bir azad olma yoxdur. Yəni tətbiq edəcəksiniz, hesablayacaqsınız. Bayaq izah elədim. Bəs onun hesabatını verməmişiksə 40 manat cərimə tətbiq olunur, yoxsa? Təbii ki, tətbiq olunur. Yəni. Çox sağ olun, təşəkkür edirəm. Başqa sual olan var? Gəlin Bəli, PMS-dən salam Mehman xanım. Salam. Mən çox üzr istəyirəm. Mən bir 5 dəqiqədə qoşulmuşam. İşıqlarımı sönmüşdü.
Bunun rekordu olacaqdır, baxa biləcəm. E, Bunu daha dəqiq sonda deyərəm, yaxşı. Yaxşı, çox sağ ol. Sualı olan var. Bəli, mənim də sualım var idi. Mən təzə qoşulmuşam. Bu PMS imtahanı hazırlıq deməliyəm. Xəbərim yoxdur. Bəli, PMS2 imtahanında 10 ballıq sualın izahıdır. Bildim mənim. Çox sağ olun. Buyurun. PMS izah elədiyim sualdan sual olan var. Kənar sualları axıra saxlayın, xahiş edirəm. İzah elədiyimlə bağlı sual var. Kimdəsə qaranlıq qalan bir məqam var. Davam eləyək, əgər sualınız yoxdursa. Müəssisənin təsdiq edici sənədlər əsasında faktiki ezamiyə xərci 12.000 manat, norma daxilində isə 7.000 manat olmuşdur. Baxın, ezamiyə xərcinin sənədi varsa, yalnız norma xərci. Baxmayaq ki, 12.000 hamısının sənədi var, bizə maraqlı deyil. Xərc nədir? 7.000-dir. Ezamiyə xərci sətri ayrıcı olmadığı üçün digər xərclərin üzərinə 7.000-i gəlirsiniz. Yaxşı, sualı belə qoyaq. Desəydi ki, sənədi yoxdur, o zaman nə yazacaqdı? O, 50% müəllim. bəli, o zaman nəyin 50%-i? 7.000-in. 7.000 Deməli, 12.000 də PF. müəllim. izah edirəm. 7.000-in 30%-i hər bir halda xərcdir. Üstəgəl 7.000-in 70%-nin yarısı bölünsün 2. Əgər desəydi ki, sənədi yoxdur, o zaman belə eləyəcəkdik. 7.000-in 30%, üstəgəl 7.000-in 70%-nin yarısı. Amma bizdə sənəd olduğu üçün 7.000 xərcə yazılır. Demək, ezamiyə xərcinin sənədi varsa, normadan artıq da olsa, biz yalnız normanı xərcə yaza bilirik. Sənədi yoxdursa, yemək xərci üçün qanvericidə sənəd tələbi olmadığı üçün gündəlik xərc hissəsi tam olaraq xərcdir, 30% tam olaraq xərcdir, 70%-in isə yarısı xərcdir. Bunu silək. Daha sonra müəssisə qarşılıqlı sürətdə asılı olduğu rezident bankdan cari ilin əvvəlində illik faiz dərəcəsi 17% olmaqla 200.000 borc götürmüşdü və həmin dövrdə faizlərin orta səviyyəsi 12% Azərbaycanda. Deməli, müəssisə qarşılıqlı sürətdə asılı olduğu şəxsdən və eyni zamanda qeyri-rezidentdən xaricdən borc götürəcəksə, vergi orqanlarında belə bir yanaşma var ki, xərci məhdudlaşdırır. Deyir ki, sən ölkədəki faizin 125%-dən artıq xərc tanıya bilmərsən. Məqsəd burada odur ki, yəni məntiqli deyir ki, sənin ölkəndə faiz aşağı olur, gedib sən xaricdən borc götürürsən. Demək, burada hansısa bir maraqlar var. Yəni bunu tənzimləməyə çalışır və xərcin şişirdilməsinin qarşısını alır. Burada da bizdə 17%-dən faktiki götürür, amma 12% də ölkədəki faiz dərəcəsi. 12%-in 125%-ni tapırsınız. Və həmin məbləğ maksimum xərcə yaza biləcəyiniz məbləğdir. Həmin faiz daha doğrusu. Həmin faizlə faktiki faizi müqayisə edirsiniz. Hansı kiçikdirsə xərc də ondan tanınır. Sizdə də 12-nin 125% 15% eləyir. Faktiki 17%-dir. Yəni mən 17% xərc deyil, maksimum 15% xərc tanıya bilərəm deyə 200.000-in 15%-ni xərcə yazıram. Deməli, bu qayda nə zaman tətbiq olunur? Bir qarşılıqlı sürətdə asılı olan şəxsdən borc götürüldükdə, bir də qeyri-rezidentdən borc götürüldükdə, xaricdən borc götürüldükdə bu qayda tətbiq olunur. Başqa məsələ, adi qarşılıqlı sürətdə asılı olmadan hansısa bir rezident müəssisədən borc götürürsə, rezident bir bankdan borc götürürsə, faktiki neçə faizdən götürübsə, xərci də həmin faizdən tanıyacaqlar. Yəni fərqli bir yanaşma yoxdur burada. Və imtahanda tələbələr ən çox bu 125%-i əzbərləyiblər, öyrəşiblər bunun tətbiqinə. Bəzən burada qarşılıqlı sürətdə asılı olduğu sözünü unudurlar, asılı olub olmadığına və yaxud da qeyri-rezident olub olmadığına baxmadan elə borc görən kimi birbaşa 125%-i tətbiq edir. Orada diqqətli olun. Məsələn, imtahana bir dəfə standart adi, yəni asılı olmadığı bir bankdan borc götürmə halı düşmüşdü və hamı 125 tətbiq etmişdi. Əmin olun ki, 90% 125 tətbiq etmişdi. Bu isə yanlışdır. Yəni baxın, kimdən götürübdür borcu? Qarşılıqlı sürətdə asılı olan şəxsdən və qeyri-rezidentdən götürübsə, bu qaydanı tətbiq edirsiniz. Oradan götürmüşsə, o qaydanı tətbiq edə bilmərsiniz. Bəli, Sərxan bəy, buyurun. Sualınız var idi. Çox üzr istəyirəm. Bu xarici qeyri-rezidentdən götürəndə belə bir məsələ də var da, səhv eləmirəmsə, aktivlərin ikindən iki misli qədərdə, 2 dəfə məhdudiyyət olunur da. Bəli, Düzdürmü? bəli, düzdür. Orada qayda nədir? O dediyiniz qeyri-rezident
müəssisədən götürmə halına aiddir. Çünki o Müəssisədən. bank və O kredi təşkilatlarından götürmə halına məhdudiyyət qoyur və qayda nədir orada? Deyir ki, müəssisə xalis aktivinin çatda nizamnamə kapitalı yazmış. Xalis aktivi təkcə nizamnamə kapitalından ibarət deyil. Nizamnamə kapitalı üstəcə bölüşdürülməmiş mənfəətdir. Yəni xalis aktiv nədir? Ə, aktiv bərabərdir kapital üstəcə öhdəliklər. Kapitalı tapan üzr istəyirəm, mən yazmamışam onu. Hə. fərqi yoxdur kim yazır. Yəni xalis aktiv nizamnamə kapitalı üstəcə bölüşdürülməmiş mənfəət budur. Və müəssisə xalis aktivin 2 qatından artıq bir məbləğdə xarici müəssisədən borc götürəcəksə, o zaman tutaq ki, bizim misalda 30 min borc götürüb, nə qədər götürüb? 30 min deyə 20 mindir. 200 min götürübdür. Əgər xalis aktivi tutaq ki 60 mindirsə, biz faizi 120 minə tətbiq edəcəyik. Əgər xarici müəssisədən borc götürsəydik. Yəni xalis aktivin 2 qatından artıq götürdüyü borca görə faiz xərci tanıya bilməz müəssisə. Aydındır? Aydın oldu? Məndən bir sualım var, verə bilərəm. Bəli, buyurun. Mən bayaq əmlak vergisini dediniz ki, əmlak vergisində hesablananı xərcə yazırıq, Bəli, ödəniləni yox. O bəli. bütün qaydalarda elədir. Yəni biz nə qədər hesablamışıqsa onu xərcə yazacağıq, yoxsa Bütün qayda dedikdə nəyi nəzərdə tutursunuz? yəni ümumiyyətlə belə sırf məsələlərdə vergi həmişə əmlak vergisini xərcə yazmalıyıq da. Yəni ödədiyimizi Bəli, yox, onu demək istəyirəm. hesablanan xərci yazırsınız, ödədiyiniz yox. Aydındır? Bəli, Mənim bəli. Yəni bəs bu 17% illik faizlə bir 12% biz onların fərqləri var idi. Cari ildə 12-yə bölürdük və o 200 mini vururduq. O hansı necə tətbiq olunurdu? Neynirdiz? Kimlə eləmişsiniz? Ən yüksək faizlə ən orta səviyyəsinə 17%, 12% çıxırdıq. 200 mini vururduq. Sonra bir ildirsə o cari ildəki ayına bölürdük. O gəlir Siz vergisində bilirsiniz nə deyil. ilə qarışdırırsınız? Siz onu gəlir vergisində öyrənmisiniz. O bilirsiniz nə halda? Müəssisə öz işçisinə bankası kredit tərəzində olan faiz dərəcəsinə aşağı faizlə kredit verirsə, bu zaman işçinin müəssisəyə ödəyəcəyi faizlə kənardan götürsək, Sudadır da o səhv faiz eləmirəm. məbləği arasındakı fərq işçinin muzlu işdən gəliridir. Orada da sizin tapdığınız o aradakı fərqi illik gəlir sayılır deyə siz 12-yə bölürsünüz. Yəni siz məsələləri hal-hazırda qarışdırdınız. Bu tamam başqa bir şeydir, o tamam başqa bir şeydir. Burada indi 125%-lə götürməliyik. Bəli, Başa düşdüm, mən qarışdırdım bəli. olar. Fiziki şəxsin gəlir vergisində muzlu sualını qarışdırdınız. Muzlu sualla mənfəəti qarışdırdınız. Orada sual işçinin gəliridir. Burada sual odur ki, xərcə nəyi tanıyım? Aydındır. Sualı olan var. İzah elədiyim hissələrdən sualı olan var. Sual yoxsa davam edirəm. Əlavə olaraq müəssisə tərəfindən cari il ərzində əvəzsiz olaraq 20 min manat vəsait nağdsız qayda Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş meyarlara cavab verən təhsil müəssisəsinə köçürülmüşdür. Deməli, müəssisə öz vəsaitini əvəzsiz olaraq ictimai sosial məqsədlər üçün yaradılan fondlara, hansı fondlardır? Qarabağ Dirçəliş Fondu, Yaşad Fondu, Heydər Əliyev Fondu və müvafiq meyarlara cavab verən elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahəsində fəaliyyət göstərən müəssisələrə köçürəcəksə və nağdsız, mütləq nağdsız köçürməlidir ki, bu dediyim qaydanı güzəştli tətbiq edə bilərsiniz. Bu xərc birinci gəlirdən çıxılmayan xərcdir. Yəni siz bu köçürməni qətiyyən xərclər hissəsində yaza bilmərsiniz. Sadəcə olaraq məcəllədə bu tipli xərclərin stimullaşdırılması məqsədi ilə, yəni müəssisəni stimullaşdırsın ki, bəli bu köçürməni et. Bunun məqsədi bir güzəşt nəzərdə tutulur. Güzəşt nədir? Mənfəətin, bizdə mənfəət nə qədərdir? 226. Gəlin Excel-ə keçək. Güzəşt mənfəətin 15% qədər azaltma hüququ verir bizə məcəllə. Deyir ki, sən bu qədər mənfəəti olan bir müəssisə 33.900 qədər mənfəətini azalda bilər. 33.900 qədər mənfəətini azalda bilər. Əgər Qarabağ Dirçəliş Fondu, Yaşad Fondu, Heydər Əliyev Fondu, eyni zamanda müvafiq meyarlara cavab verən elm, təhsil, səhiyyə, mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisələri köçürmə edəcəksə, o zaman mənfəətini azalda bilər. 33 min qədər maksimum bu rəqəmdir. Mənfəətin 15%. Faktiki bizim məsələdə 20 min köçürübsə, deməli 20 mini tam olaraq 226 mindən azalda bilər. Faktiki köçürdüyü 40 min olsaydı, 226 mini 33 min qədər azaldacaqdı. Ondan artıq azalda bilməzdi. İndi bizim cavabda gördüyünüz kimi
gəlirdən xərci çıxıb vergi hesabat ilin mənfəətini tapandan sonra vergini tapmaq üçün öncə 20 min qədər azaldır. Çünki mənfəətə tətbiq olunan güzəşt var. 106-cı maddədə deyir ki, müəssisə mənfəətini 15%-dən çox olmayan hissəsinə falan yerlərə köçürərsə, bayaq dedim, o zaman mənfəətin 15% qədər mənfəətini azaltma hüququ var. Və burada da mənfəətin 15% qədər tam olaraq azaltmır. Çünki faktiki köçürdüyü cəmi 20 mindir. 20 min qədər mənfəətini azaltmış olur. Sual olan var? Sual var burayla bağlı. 20 minlə bağlı sual var. Sualımız yoxsa gəl məsələyə baxaq. Daha sonra deyir ki, müəssisənin cari ərzində 8200 manat cari mənfəət vergisi ödənişi etmişdir. Bunun da mahiyyətini bayaq dedim. Cari mənfəət vergisi ödənişi nə idi? İl bitməmiş öncədən avans olaraq büdcəyə vergi məbləğinin ödənilməsidir. Bunu bəzən məsələdə fərqli cürə də verilir. Yazılma yeri bayaq dedik, azaldılma mənfəət vergisi xanasıdır. Hesablayırsınız öncə 20%, daha sonra 20% azaldırsınız 8200 qədər, deyirsiniz ki, büdcəyə 33 min qədər ödəməlidir. Və burada məsələdə cari vergi ödəmələri haqqında arayışı praktikada köçürmüsünüzsə, yəqin ki, daha sonra göndərmisinizsə, bilirsiniz. Müəssisə əvvəlki ildə mənfəətdə olubsa, cari vergi ödəməsini göndərməyin iki yolu var. Birincisi, əgər cari vergi ödəməsi haqqında arayışı göndərməyibsə, vergi orqanı müəssisə tərəfindən özü hesablayır və əvvəlki il nə qədər ödəyibsə, hər rüb müəssisə əvvəlki rübün ilin vergisi, mənfəət vergisinin 1/4 qədər vergi ödəməlidir. Və 10 ballıqda adətən bu düşür və deyir ki, müəssisə birinci rüb cari vergi ödəmələri haqqında arayışı vergi orqanlarına təqdim etməyib və əvvəlki ildə mənfəət vergisi 8000 olub. O zaman cari vergi ödəməsi nə qədər olacaqdır? Necə 2000. edin? 8000 Hər rub elə. 2000. 2000 olacaq. 2000 bir 8000, 8000. 8000. Hər rübdə 2000. Deməli, qayda nədir? Müəssisə cari vergi ödəmələri haqqında arayışı birinci rüb təqdim etmirsə, hər rüb əvvəlki ilin mənfəət vergisinin 1/4 qədər vergi ödəyir. Biz də dedik ki, əvvəlki il 8000 olub. Birinci rüb 2000 ödəyəcək, ikinci rüb 2000, üçüncü rüb 2000, dördüncü rüb 2000. Deməli, cəmi nə qədər ödəyib? 8000. Deməli, bu xanaya nə yazacaqsınız? 8000. İkinci bir versiyası. Deyir ki, müəssisə cari vergi ödəmələri haqqında arayışı təqdim etməyib vergi orqanlarına. Və birinci rüb 1000 manat ödəyibdir. Cari vergi ödəməsi nə qədər olacaqdır? Nə qədər olacaq? Müəssisə cari vergi ödəmələri haqqında arayışı vergi orqanlarına təqdim etməyib və birinci rüb 1000 manat hesablanıb. Deməli, cəmi nə qədərdir? 4000. 4000. Əgər cari vergi ödəmələri haqqında arayış təqdim etməyibsə, bayaq dedik axı, əvvəlki ilin mənfəət vergisinin 1/4 qədər hər rüb ödəyir. Əvvəlki ilin mənfəət vergisinin 1/4, birinci rüb 1000 manatdırsa, demək ikinci rüb də 1000-dir, üçüncü rüb də 1000-dir, dördüncü rüb də 1000-dir. Cəmi nə qədərdir? Cəmi 4000-dir. Yəni, bu dediyim iki versiyadan və yaxud da bu məsələdəki kimi hazır verilir və yaxud da dediyim digər iki versiyadan biri düşür. Cari vergi ödəməsi haqqında da bu qədər. Digər versiyanı demirəm, çünki o 10 ballıqda düşmür, 2 ballıqda düşə bilir. Onu da özünüz yəqin ki, oxumusunuz. Başqa bizim məsələdə məncə heç nə qalmadı. Ümumi toparlayaq cavabları. Cəmi ümumi gəliri yazdıq. Ümumi gəliri azaldan 14 mini çıxılmalarda yazdıq. Və artıq vergiyə cəlb olunan gəliri tapdıq. Ümumi gəlirdən çıxılmanı çıxırıq. Deyir ki, 626 min vergiyə cəlb olunan gəlirdir. Cəmi yazdığımız bu xərclərin də məbləği 400 mindir. Buraya yazırıq. Vergiyə cəlb olunan gəlirdən çıxılan xərci çıxırıq. Hesabat ilinin mənfəətini tapmış oluruq. Hesabat ilinin mənfəətini mənfəətə verilən güzəşt qədər azaldırıq və vergiyə cəlb olunan mənfəəti tapırıq. Vergiyə cəlb olunan mənfəətin 20% mənfəət vergisidir, amma hesablanandır. Onun 8200-ünü öncədən ödəmişəm. Büdcəyə 33 min ödəməliyəm. Cavabda soruşur ki, ödənilməli mənfəət vergisi. Ödənilməli 41 min deyil. Ödənilməli olan 33 mindir. Çünki 8200-ü öncədən ödəmişim. Aydındır. Bu sualla bağlı, sırf bu sualla bağlı qaranlıq qalan bir məqam varmı? Hansısa bir hissəsində yazılanlardan izahla bağlı sizə aydın olmayan bir şey varmı? Tamam. Bununla bağlı sualınız yoxdursa, kənar suallarınız varmı? Gəlin rekordu dayandırım, siz suallarınızı sonra verin.
Müəllim, mən bir şey soruşum sizdən. Bu hər işçiyə 5 manat pul ödəyirik karta, məsələn, yemək puluna görə. Bəli. Onu bəs biz bu mənfəətdə harda qeyd edirik? Əmək haqqı bölməsində qeyd edə bilərik, yoxsa onu ayrıca qeyd eləməliyik? Baxın, 5 manat. tamam, bildim sualınızı. İmtahan üçün. Baxın, yemək xərci yoxdur. Yemək xərci yoxdur. Yemək xərci yoxdur. Demək, hansı sətirdə yazacaqsınız? Digər xərclərdə. Yəni Amma məsələ keçən dəfə imtahanda deyəsən var idi yemək xərci. var Mən idisə orada öz gördüm. sətrində yazacaqsınız. Bax, dedim axı, xərclərdə öz sətri varsa, öz sətrində yazırsınız. Öz sətri yox, öz sətri yəni başlıqda konkret yazıb ki, yemək xərci. Konkret yazır ki, məsəl üçün ezamiyə xərci. Öz sətri varsa, öz sətrində yazın, yoxdursa digər xərc. Aydındır? Ha, çox sağ olun. Buyurun. Başqa sual olan var?